İslam İnkişaf Bankı qrupu ilə Azərbaycan arasındakı münasibətlər 3-10 illikdən artıqdır ki, infrastruktur və su ehtiyatlarından tutmuş maliyyə sektoru və dayanıqlı inkişafa qədər iqtisadi artımın əsas istiqamətlərini əhatə edir. Bugün isə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Gələn ay Bakıda İslam İnkişaf Bankı qrupunun illik iclasları çərçivəsində tədbirlər keçiriləcək. Bu barədə İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ASTV-yə ekskluziv müsahibəsində məlumat verib. Deyib ki, tərəflər yaxın 5 il üçün iki tərəfli əməkdaşlığın yol xəritəsini də hazırlayıblar. 2026-cı ildə Bakıda keçiriləcək İslam İnkişaf Bankı qrupunun illik toplantılarından əvvəl Azərbaycana hazırki səfərinizin səbəbi nədir? Most importantly is to ensure Ən əsas iyun ayında baş tutacaq görüşlər üçün bütün hazırlıq işlərinin yerində olduğundan əmin olmaq istəyirik. Biz istəyirik ki, iyun ayındakı görüşlər nümunəvi olsun, digər görüşlər üçün örnək olsun və dövlət başçısı, zat aliləri, eləcə də bütün rəsmilərin fikirlərini, prezidentin görüşlərlə bağlı məsləhət və tövsiyələrini və Azərbaycan iqtisadiyyatı üçün olan istəklərini öyrənək. Buranı ziyarət etməyimiz, keçiriləcək görüşlərlə bağlı üzərimizdə öhdəlik götürməyimiz, hökumət rəsmilərinin görüşlərlə bağlı öz üzərinə götürdükləri öhdəliklərə görə onlara təşəkkürümüzü ifadə etməyimiz və iyunda məhsullar görüşlərinin keçirilməsini təmin etmək üçün komandalarımızın birlikdə işləməsini təmin etməyimiz çox vacib idi. İslam İnkişaf Bankı qrupunun Azərbaycanla 30 illik tərəfdaşlığının ölkənin inkişaf trayektoriyasına təsirini necə qiymətləndirirsiniz? I think it is very important. Biz çox əhəmiyyətli infrastruktur layihələrini maliyyələşdiririk. Məsələn, ölkəniz kənd təsərrüfatı torpaqları ilə zəngindir və sizdə böyük fermerlik mədəniyyəti var. Əlbəttə ki, kənd təsərrüfatına su tələb olunur. Biz Mideyin rezervuarından gələn ferma təsərrüfatlarına gedən su kanallarını maliyyələşdirmişik. Bu layihənin dəyəri 96 milyon ABŞ dollarıdır. Layihə artıq icra olunur və biz onun bu ölkədə kənd təsərrüfatı istehsalını artıracağını düşünürük. Ötən il fevral ayında idarə heyətimiz 460 milyon dollar dəyərində olan Azərbaycan üçün ən böyük layihəni təsdiq etdi. Sənədləri iyun ayında imzalayacağıq. Bu da ölkənin kənd təsərrüfatının məhsuldarlığını və onun daha böyük miqdarda kənd təsərrüfatı məhsullarını ixrac etmə imkanını artırmalıdır. Biz digər məsələlərə də baxırıq. Nəqliyyat, rəqəmsal texnologiyalar və bütün bu məsələləri nəzərdən keçiririk. Ümid edirik ki, Azərbaycanla hazırladığımız üzv ölkənin çərçivə sazişi bu layihələrin keyfiyyətli icrasına imkan verəcək. Last February, our board also approved the largest